Salam, axşamınız xeyir olsun. Bugün 8 iyun 2026-cı il. Gördüyünüz kimi bugün biz çiçəkləmədən sonraki dövrdə, yəni artıq gilələr formalaşmağa başladığı bir dövrdə adyuma, mediuma qarşı profilaktik dərmanlama işləri aparırıq. Çox şükür Allaha bizdə xəstəlik hələ ki müşahidə olunmur və daha sonralarda müşahidə olunmasın deyə çiçəkləmədən sonra artıq gilələr formalaşmağa başladığı zamanda baxın. Bu zamanda artıq istifadə etmək olar. Yəni nə salxıma, nə gilələrə heç bir mənfi təsir göstərmir. Qarışımımız Ridomil Gold, Switch və Falcon qarışığıdır. Hansı ki əvvəlcə 2 litrlik qablarda hazırlayıb, sonra 20 litrlik suya əlavə edirik. Dərmanlama işlərini isə ya səhər tezdən və ya axşam gün batana yaxın. Hal-hazırda bizdə 8-ə qalıb, saat axşam. Və bu vaxtı dərmanlama işlərini aparmaq ən gözəl vaxtlar. Dərmanlama işlərini apararkən aparatın ucuna fikir verin. Aparat bir nöqtəyə yox, baxın gördüyünüz kimi buxar formasında bütün yarpaqlara təmas edir. Belə olduqda həm dərman az istifadə olunur, bütün yarpaqlara bərabər formada paylanmış olur. Və yarpağın hər iki üzünü çiləməyiniz məsləhətdir. Bayaq dediyim kimi qətiyyən gilələrdən və ya salxımdan narahat olmayın. Heç bir zərəri yoxdur. Baxın, gördüyünüz kimi mən ilk öncə özüm edib, sonra sizlərdən bölüşürəm məlumatı. Əgər dərmanların qramı haqqında maraqlansaz, rəylərdə yazarsınız. Qramları da sizə deyərəm. Hansı dərmandan neçə qram qatmaq lazımdır. Çox sağ olun, diqqətiniz üçün təşəkkür.